Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 32-ci maddəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması qaydalarının 2.1-ci bəndinə müvafiq olaraq səlahiyyətli iqtisadi operator statusunun verilməsi üçün şərtlər aşağıdakılardır. Malların təyinat yerinə çatdırılmasının Ümumdünya Gömrük Təşkilatının müəyyən etdiyi təhlükəsizlik normalarına və standartlarına uyğun olaraq təmin edilməsi imkanının mövcudluğu, gömrük və vergi qanunvericiliyin tələblərinə riayət edilməsi, gömrük nəzarəti baxımından əhəmiyyət kəsb edən kommersiya və nəqliyyat sənədlərinin idarə edilməsinə dair qənaətbəxş sistemin olması, gömrük ödənişlərini və digər ödənişləri həyata keçirmək üçün maliyyə imkanlarının olması, hüquqi şəxsin fəaliyyət göstərdiyi sahədə ən az 2 il təcrübəsinin olması, müvafiq təhlükəsizlik və mühafizə standartlarının tətbiqi imkanlarının olması, informasiya mübadiləsini lazımi səviyyədə təmin edən texniki bazanın olması.